Sabahınız xeyir xoş olsun. gəlmisiniz. Bugün doktorumuzla birlikdə həzm sistemi problemlərindən danışacağıq. Bəli. İlk olaraq mən Nərgiz Klinikasının həkim kollektivi aprel ayının 10-da bir səfəri var. Bəli. Aprel ayının 10 tarixində Gəncə şəhəri Logos Psixoloji Mərkəzdə nevropatoloq, kosmetoloq və tibb elmlər doktoru Məlahət xanım Qəhrəmanova öd, qaraciyər, mədə, bağırsaq, parazitar, dəri və saç xəstəliklərinin müayinə və müalicəsini həyata keçirəcək. Gəncə və Gəncə ətrafında yaşayan hər kəs müraciət edə bilər. Yazılmaq üçün 070 226 46 48 022 267 07 07 051 388 70 70 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Öncədən yazılmaq mütləqdir. Diqqətiniz bizdə olsun. Bugün həzm sistemi problemlərindən danışacağıq. Doktor, ümumiyyətlə həzm sistemi problemləri nədir? Hansı orqanlardan ibarətdir? Nə baş verir ki, bu funksiya pozulur? Təbii ki, mən də bugün bayram münasibəti ilə hamını təbrik eləyirəm. Hər kəsə can sağlığı arzulayıram. Bu ağır yeməklərdən sonra təbii ki, həzm sistemində bir balaca müəyyən insanlarda narahatçılıq, allergik həssaslığın artması, bu kimi amillər daha çox rast gəlinir. Çünki həm oruçluq ayıdır, həm də ki, bayramlar ayıdır. Təbii ki, oruçluğun da bayram ayı olduğunda bilirik. Amma insanlar bəzən düzgün qida rasionunu seçmədikdə, orqanizmin müəyyən xəstəliklərini nəzərə almadan müəyyən aparılan prosedurlar, deyək ki, oruçluğun özü olsun, ya yeyilən qidalar olsun, bunların hər birinin orqanizmə müəyyən təsirləri var. Mən ilk öncə oruçluq ayı Ramazan bayramı münasibətli də xalqımızı təbrik edirəm. Bu ay ən gözəl aylardan biridir. Bəli. Təbii ki, orqanizmin deyərdim ki, istirahət etdiyi bir aydır. Bu baxımdan da oruçluq zamanı tutulan oruçlar Allah tərəfindən qəbul olunsun. Amma bəzi insanlar var ki, onlarda müəyyən xəstəliklər var ki, bu oruçluq zamanı onlara mənfi təsir də göstərə bilər. Düzdür, biz həmişə Fəxriyə xanımın bir yaxşı sözü var idi, daxili ekologiya. Bu bizim daxili ekologiyamızı da qorumalıyıq və daxili orqanizmdə gedən o toksik maddələr, şılaqlar orqanizmdən xaric olması çox önəmlidir. Amma bəzi xəstəliklər var ki, bəzi məqamlar var ki, orada daha diqqətli olmaq məsləhət görülür. Biz həzm sistemi orqanları dedikdə tək mədə bağırsağı deyil, ilk öncə qaraciyərin və ödün funksiyasında nəzərə almalıyıq. Qaraciyərin ödün funksiyası həzmdə çox önəmlidir. Çünki məhz bütün, deyərdim ki, fermentlər, bütün hormonlar, bütün vitamin balansı, bunların hər biri qaraciyərimizdə istehsal olunduğu üçün qaraciyərin funksiyası çox önəmlidir. Qaraciyərdə olan bütün toksik maddələrin orqanizmdən xaric olması orqanizmin yenilənməsi deməkdir. Qaraciyərin 1800-ə qədər, son statistik məlumata görə 1800-ə qədər deyərdim ki, funksiyası var ki, bu da çox önəmlidir. Əgər biz bugün öz orqanizmamıza diqqət nəzər yetirsək, həzmdə iştirak edən öd turşusundan tutmuş, qaraciyərin funksiyası, mədə bağırsağın, mədə altı vəzin, dalağın, bağırsaqlarımızın çox önəmli və deyərdim ki, orqanizm üçün çox böyük rolu var. Təbii ki, yoğun bağırsağı ikinci beyin boşuna adlandırılmayıb və həzm sisteminin normal olmaması orqanizmdə nə qədər fəsadların törətdiyini qısa da olsa biz vurğulamağa çalışacağıq. İlk öncə qaraciyərin funksiyasından qısa danışmaq istərdim və hər bir orqanizmdə olan orqanların öz demək olar ki, xüsusiyyətləri var ki, bu da bizim demək olar ki, orqanizmin idarə etməsində qaraciyərin daxili mühitin sabit saxlanmasında birbaşa rolu var. Baxın, qaraciyərin funksiyası o qədər mükəmməldir ki, biz ilk öncə bunları nəzərə alaraq qaraciyərimizi qorumalıyıq. Qaraciyərin funksiyası pozulduqda isə, baxın ki, orqanizmdə nələr baş verir. Bəzən bilmədiyimiz səbəbsiz baş ağrıları, ürəkbulanma, qəbizlik, köp, gəyirmə. Biz bunların heç birini çox vaxt qaraciyərə bağlamırıq. Hətta sinir sisteminin pozulması, hormonların pozulması, kişilərdə prostatın və cinsi zəifliyin yaranmasında belə birbaşa qaraciyərin rolu var. Bunların hamısını nəzərə alaraq biz qaraciyərimizi qorumaq üçün
müəyyən müalicə metodlarından, təbii vasitələrdən daha geniş istifadə etməliyik. Çünki yediyimiz hər bir qida qaraciyərdə demək olar ki, bizim laborator funksiyası daşıdığı üçün qaraciyər zərərsizləşdirilir və orqanizmə ötürülür. Qaraciyər o təmizləyici funksiyasından demək olar ki, orqanizmə düşən bütün zərərli maddələri zərərsizləşdirir. Bunun laborator funksiyası pozulduqda təbii ki, o toksik maddələr orqanizmdə qalır və qana sorularaq müəyyən toksik əlamətlərlə, allergik həssaslıqla, baş ağrısıyla, ürəkbulanma ilə, həzmin pozulması ilə nəticələnə bilir. Bundan başqa da qaraciyər bizim vitamin depomuzdur. Bütün yediyimiz orqanizmi idarə edən immun sistemin vitamin balansının deposu məhz qaraciyərdir. Qaraciyərdə toplanan vitamin balansı deposu bizim orqanizmamızı əhatə edir ki, gündəlik qida rasionuna diqqət yetirmək lazımdır ki, bu da həmin balansı biz ala bilək. Ümumiyyətlə, Sovetlər dövründə uşaqlar üçün gündəlik kaloraj hesablanırdı və kaloraj nədir? Gündəlik bizim lazım olan vitamin depomuzu hesablanırdı ki, bu vitamin deposu da gündəlik tələbatı biz ödəməliydik. Məsələn, gün ərzində neçə qram B qrup vitaminlər, neçə qram A vitamini, D vitamini, Y vitamini, bu vitaminlərin orqanizmdə balanslaşması mütləq şərtdir. Və bəzən bugün qaraciyərin funksiyasında bunların çox mühüm rolu var. Keyfiyyətsiz qida yedikdə, lazımı rasion normal olmadıqda, təbii ki, bir çox xəstəliklərin meydana çıxması yaranır ki, bu da saç tökülməsindən tutmuş, həzm sistemi orqanlarının pozulmasına qədər gətirib çıxara bilir. Baxın, adi A vitamininin olmaması, normal balansın yığılmaması, Y vitamininin olmaması. Məsələn, Y vitamini qadınlar üçün daha çox önəmlidir deyirik. Məsələn, biz qida rasionunda çox, məsələn, natural qidalarda Y vitaminini qəbul eləməliyik. Ya A vitamini dəri üçün İnsanlar bizə saç ağarmasıyla müraciət edir. Melamin qaraciyərdə sintez olunur. Vitiligonun özündə belə qaraciyərin funksiyasında olan problemlər təbii ki, melamin sintezi qaraciyərdə normal olmadıqda dəridə və saçda bunlar müşahidə oluna bilir. Sinkin çatışmamazlığı, A vitamininin azlığı dəri üçün, saç üçün çox önəmlidir. B qrup vitaminlər sinir sistemi, saç, mədə, bağırsaq üçün çox önəmlidir. Bəzən kalsi balansının pozulması, kalsinin az olması, sümüklərlə yanaşı həzmdə də kalsinin bağırsaqlarda sorulma prosesində çox mühüm rolu var. Yəni, mən qısa bunlar haqda o qədər geniş danışmaq olar ki. Doktor, bayaq dediniz saç ağarmasında bunu genetikaya bağlamaq olar? Bəli, genetik faktor var. Amma genetik faktor deyərək mən genetik faktoru həmişə vurğuluyuruq və genetik faktor var, bu qaçılmazdır. Genetik birində psoriaz varsa, vitiligo varsa, dəmirovlar varsa, bu genetik olaraq özünü haçansa evladların kimdəsə göstərəcək. Amma oturub gözləmək olmaz ki, elə bu genetikdir, belə olmalıdır. Bunun üçün zamanında, vaxtında onu araşdırıb kömək eləmək lazımdır ki, o, məsələn, saç tökülməsindən gələn xəstələrdə də, məsələn, çox gəlirlər, ya genetik qaraciyər xəstə olan nəsillikcə ailələr var, ödündə öd daşı yaranan irsi faktor olaraq bütöv nəsildə bu ola bilir. Amma bunun qarşısını zamanında alıb, bunu gözləmək olmaz ki, irsi faktor da deyib oturmaq olmaz ki, elə onda varsa məndə də olmalıdır deyə bir şey yoxdur. Bugün elm inkişaf eləyib, texnika inkişaf eləyib, tibbin özü çox geniş nailiyyətləri var. Yəni, bunun zamanında, vaxtında qarşısını almaq mümkündür. Adətən də, məsələn, saç ağarmalarında çox vaxt sinkin çatışmamazlığı, melaminin azlığı, bax, bunların çox mühüm rolu var. Məsələn, bitkilərin tərkibində kumarin olan bitki tərkibli qidalarda kumarinlər rəng balansını tənzimləyə bilir. Elə bitki növləri, məsələn, bizdə niyə görə biz bu müalicələri daha uğurlu apara bilirik? Çünki o hansı ki, bitkilərin tərkibində orqanizmdə çatmayan o maddələr ki var, o sinkdir, məsələn, maqnidir, məsələn, bayaq qeyd elədiyim kimi,
kumarin tərkibli bitkilər var ki, onların tərkibində olan həmin o maddələr bizim məsələn saç balzamlarımızda var. Hətta bizim Lənkərandan bir xəstəmiz var idi. Gəldi dedi ki, doktor, mənim saçlarım qaralıb. Doğrudan da baxdı ki, saçları tütləşib. Amma mən məsələn ixtira zamanı onu mən nəzərə almamışam. Amma onun tərkibində kumarin tərkibli flavonoidlər var, alkaloidlər var. Bitkilərin tərkiblərində bir çox məsələn elementlər, maddələr var ki, bu da o saça yaxşı təsir etdiyi üçün mən demirəm 100% hamıda ola bilər, amma bəzi insanlarda məsələn 45-50-yə yaxın yaşı var idi, saçları həqiqətən də qaralmışdı. Yəni bunu xəstə müşahidə eləyə bilir. Yəni mən onu nəzərə almadan o tərkibli bitkilər olduğu üçün orada o effekti biz ala bilmişdik. Yəni balzam və gellərin tərkibində yəni bu bitkilər olduğu üçün bəzən görürsünüz ki, çox xəstələrdə bəli tündləşməyə meyillilik olur. Və qaraciyərin funksiyası orqanizm üçün istər saçlarda, istər mədə bağırsaqda çox önəmlidir. Və qaraciyərin məhsulu olan həmin o zərərsizləşdirilmiş məsələn öd möhtəviyyatı məhz qaraciyərdən ötürülür. Qaraciyər funksiyasında yəni o ötürülən ödlüyə ötürülən maddə sarı qızılı rəngdə olur. Amma ödün funksiyası normal olmadıqda, öd yaxşı ifraz olunmadıqda, vaxtında öd ifraz olunmursa, kisədə qalaraq tündləşir və qatlaşmış çöküntülü öd əmələ gəlir və bu çöküntülü öd də get-gedə kalsinatlar əmələ gələrək daşlaşmaya meyilli olur. Ona görə də zamanında, vaxtında ödün funksiyasını nəzərə almaq lazımdır ki, ultrasəs müayinəsi zamanı bugün xroniki xoletsistitlər qadınlar arasında çox yaygındır. Amma qaraciyərin funksiyasının pozulması, qaraciyər xəstəlikləri təbii ki, kişilərdə daha çox rast gəlinir. Amma qadınlarda klimakterik devirdə, məsələn, daha çox ödün funksiyasının pozulması müşahidə olunur. Bəzən xəstələr həddindən artıq qəbizliyə məruz qalır, baş ağrısı, ürək bulanması, sağ qabırğa altı nahiyədə görürsən tutma şəkilli ağrıların olması müşahidə oluna bilir. Amma belə olduğu halda zamanında o müalicə düzgün aparılarsa, ödün funksiyası bərpa olarsa, təbii ki, öd turşusu həzmdə iştirak edir. Öd turşusu həzmdə iştirak etdiyi üçün onun tərkibində olan komponentlər həzm prosesini sürətləndirir və yaxşılaşdırır. Bayaq qeyd etdiyimiz kimi qəbizliyi olan insanların əksəriyyətində öddə durğunluq olur, ödün funksiyası pozulmuş olur, xroniki xoletsistiti olur. Belə xəstələr daimi qəbizlikdən əziyyət çəkirlər. Onlar qəbizliyin ödün funksiyasını bərpa etmək əvəzinə sırf mədə-bağırsaq müalicələri aparırlar. Həzmdə iştirak edən öd turşusu normal ifraz olunmursa, təbii ki, bağırsaqlarda sorulma prosesi ləngi olacaq, peristaltika zəifləyir və get-gedə təbii ki, bu problem yarana bilir. Amma ödün funksiyası normal olduğu halda, təbii ki, həzm prosesi normallaşır və öd pigmentasiyası, özü dəridə ləkələrin əmələ gəlməsi, həddindən artıq allergik həssaslığın artması, mədə-bağırsaq həzm sistemində diskomfortun olması, bəzən bura parazitlər də qoşulur. Əsas 4 amil var ki, öd və qaraciyər xəstəliklərində daha çox bu ödün funksiyasını poza bilir. Bunlardan başlıcası da yüklü olacaq və daimi bunlar bu qaraciyərin ödün xəstəliklərindən əziyyət çəkəcəklər. Və bunun üçün nə etməli? Profilaktik olaraq biz müalicələrə bugün önəm vermirik. İnsanlar profilaktikadan çox yayınır. Profilaktika nədir? İldə bir dəfə, 2 dəfə orqanizmin tam təmizlənməsi, ödün yuyulma proseduru, orqanizmdən toksik maddələrin, şlakların azad edilməsi, bunların hamısı təbii ki, mədə-bağırsaq həzm sistemi üçün çox önəmlidir. Qəbizliyi olan insanların əksəriyyətində diqqət yetirsək, mikroelementlərin çatışmamazlığı da var. Mikroelementlər, baxın, yaşlı nəsil arasında gecə tutma şəkilli qaşınmalar var. Çox müraciət edirlər və qəbizlikləri var. Qəbizliyi olan insanların əksəriyyətində baş ağrının olması, təzyiqin yüksəlməsi,
və həddindən artıq aqressiv və əsəb gərginliyi olması, gün ərzində daha çox yatmağa meyilli olması, sinir və gərginliyin olması. Baxın, toksik maddələr qana qayıdıb sorulursa, təzyiqin artmasında bəzən ürək döyüntülərinin artmasını taxikardiya kimi xəstələr fikirləşir. Bəzən köp, qəbizlik olan zaman köp diafraqmanı sıxır, sıxıldıqda taxikardiya yaranır və təzyiqin yüksəlməsi müşahidə olunur. Bəzən xəstə uzun müddət, məsələn, təzyiq dərmanları içir, uzun müddət müalicələrdən yayınır. Adətən, məsələn, lazım olan müalicə qalır kənarda, ağrı kəsicidən, təzyiq dərmanlarından istifadə edir. Əsas səbəb qaldığı üçün, bağırsaqlarda sorulma prosesinin olmadığı üçün xəstə demək olar ki, yanlış müalicə deməzdim. Uzun müddət bu müalicələri almaq məcburiyyətində qalır. Amma yaxşı olar ki, paralel olaraq həzm sistemi də nəzərə alınsın. Həzm sistemi orqanlarının fəaliyyəti normal olması orqanizmin sağlamlığı deməkdir. Qəbizlik ən böyük bugün əsrin bəlasıdır. Bugün çox kiçik yaşlı uşaqlardan tutmuş, böyüklərdə, hər kəsdə həddindən artıq deyərdim ki, qəbizlik var. Durğun həyat tərzinin olması, keyfiyyətsiz qida, deyərdim ki, məsələn, uzun müddət bu işlədici dərmanlardan istifadə, lazım olan profilaktik müalicələrin aparılmaması, mikroelementlərin orqanizmdə çatışmamazlığı bunu gətirir. Bayaq qeyd etdiyim kimi, yaşlı nəsil arasında ən çox da yaygın olur kalsi çatışmamazlığı. Kalsi maqninin olmaması həvzimin demək olar ki, problemlərinin artmasına gətirib çıxarır. O hansı daha çox məhsullarda, qidalarda olur, doktor? Qidalarda təbii ki, təbii vasitələrdə ən çox kalsi məhsulunun şit şordu, süddür, qatıqdır, ağartı məhsulları deyərdim ki, bunlar daha çox istifadə olunmalıdır. Məsələn, ıspanaqda kalsi çoxdur, göyərtilərdə, meyvə tərəvəzdə bunları almaq mümkündür. Amma təəssüflər olsun ki, bugün uşaqlar göyərti, meyvə tərəvəzə aludə deyil, fast food yeməklərindən daha çox istifadə edirlər və kiçik yaşlarından bu balansları valideyn nəzərə almadan apardıqları qəbizlik əleyhinə müalicə lazımi nəticəni vermir. Bəzən xəstələrdə gəlirlər ki, məndə dolisigma var, bağırsaq uzanması var. Məsələn, gəlirlər ki, biz müalicə alırıq dəfələrlə, işlədici dərmanlardan çox istifadə edirik, amma heç bir xeyri yoxdur. Ona görə ki, lazımı müayinə aparılmır. Müayinə nədir? Xəstələr heç vaxt müayinə etdirmək istəmir. Deyir ki, elə gəldim, üzümə bax, nəsə yaz ver, gedim, hər şey düzəlsin. İllərlə gəzir, həkimə gəlib çatanda deyir, karantin verirsən, mənə müalicəni elə ver ki, mən bir aya hər şey bitsin. Çox səbirsiz davranırlar, bəli. Bəli, o cür müalicələr də istənilən effekti verməyəcək. Müalicə olunan şəxs ilk öncə düzgün müayinəsi olmalıdır. Düzgün müayinə olunmayan yerdə istənilən nəticə də almaq mümkün olmur. Qəbizliyi olan insanların əksəriyyəti mədə-bağırsaq üçün işlədicilərdən daha çox istifadə edirlər. Orada bağırsağın funksiyası nəzərə alınmalıdır, orada mikroelementlər nəzərə alınmalıdır, orada ödüm funksiyası nəzərə alınmalıdır ki, bu qəbizlik müalicə olaraq aradan qalxsın. Müvəqqəti içilən işlədici dərmanlar bəzən yetərli deyil. Doktor, bəzən işlədici dərmanları aptekə gedirsən, farmasevt oradan sənə müxtəlif növ dərmanlar təklif edir, yəni belə hallar da yaşanır. Təbii ki, bu var, bu qaçılmazdır. Biz buna deyə bilmərik ki, yoxdur. Amma hər kəs öz sağlamlığını düşünməlidir. Mən çox şey deyə bilərəm, sən çox şey deyə bilərsən, qonşu çox şey deyir. Amma sən birinci öz diaqnozunu dəqiqləşdir. Öz, necə deyərlər, dərdini tap, dərmanını al. Sən kiminsə deməyinlə, nəyinsə, bugün şükür Allaha ki, sığortamız var, səhiyyə sistemimizdə hər cür şərait var, sahə həkimlərimiz var, ailə həkimlərimiz var. Hər kəs müraciət edib lazımi məsləhəti ala bilər. Özəl strukturda, özəl klinikalar da çoxdur, çox gözəl. Hər kəs bugün rəqabətdir, hər kəs istəyər ki, özəl klinikaların məqsədi odur ki, mənim klinikam daha yaxşı olsun. Mənim reaktivlərim, mənim işlətdiklərim daha yaxşı olsun. Bunu hər bir çox klinikalarda da sığorta kəs istəyir ki, o
gözəl, keyfiyyətli xidmət göstərsin, xəstələr də razı qalsın. Bunun üçün də insanlar öz sağlamlığı üçün qonşunun aptekdə işləyənin məsləhətinə deyil, ilk öncə həkimin məsləhətinə qulaq asmalıdır. Həkim məsləhəti olmadan içilən dərmanlar bəzən dediyiniz kimi faydasız olur fəsadlara bilir. gətirib çıxara bilir. Qısa fasilədən sonra biz yenidən burada olacaq. Diqqətiniz bizdə olsun. Fərq nədir? Bu izləyicimiz sualı ünvanlayıb ki, doktor zəhmət olmasa bunun cavablandırsın. Baxın, burada mütləq dəqiq müayinə lazımdır. Əgər yanma, qıcqırma, göynəmə hissi varsa, burada səpki də ola bilər, qızartı da ola bilər, xora da ola bilər. Bəzən 12 barmaq bağırsağın xorası olan zaman xəstələrdə çox tez-tez acıma, yeyəndən sonra sakitləşmə. Bəzən görürsünüz ki, belə xəstələr var ki, 12 barmaq bağırsağın xorası olan zaman onlar onu heç fikirləşmir. Çünki o ödə yaxın olduğu üçün daha çox ödün ağrısı kimi qəbul edirlər. Qaraciyər ödün müayinəsinə gedirlər. Dəfələrlə olub, belə xəstələrimiz olub ki, biz onları müayinə eləyən zaman 12 barmaq bağırsağın xorasına rast gəlir. 12 barmaq bağırsağın xorası yeniyetmələr arasında daha çox rast gəlinir. Yəni bu 20-dən 20 yaş üstü xəstələrdə. Niyə görə? Bəzən stres faktoru özü bunu kəskinləşdirib artıra bilir. Ümumiyyətlə, bütün xəstəliklərdə qıcıq yaradan sinir sistemidir. Bəzən xəstələr gəlir, deyir ki, mən çox yaxşı idim, birdən-birə, məsələn, belə bir narahatçılığım oldu, mən getdim filan həkimə müalicə aldım, çox yaxşı idim, sonradan yenə həmin vəziyyətə düşdüm. Xəstə düşünmür ki, bu hər hansı bir qıcıq səbəbindən qayıda bilir, yarana bilir. İstər dəri xəstəliklərində, istər mədə-bağırsaq, həzm sistemi xəstəliklərində sinirin birbaşa rolu var. Sinir sistemində olan gərginlik, sinir sistemində olan depressiyalar, qıcıq, həmin o mədə-bağırsaq sistemi xəstəliklərində başlıca rol oynayır. Həmçinin də onu qeyd etmək istəyirəm ki, bayaq xəstə ki, dedi ki, mənim mədəmdə yanma, göynəmə, mütləq burada endoskopik müayinə olmalıdır. Helikobakterinin də rolu var, parazitin də rolu var və yəni dəqiq bilinməyən bir şey haqqında buradan dəqiq fikir söyləmək də mümkündür. Yəni dediklərimiz versiyalardır və dəqiq müayinədən sonra xəstənin diaqnozu bəlli olduqdan sonra onu rahatlıqla müalicə eləmək mümkündür. Onu da deyim ki, helikobakteri olan xəstələrdə bizdə zontla deyil, helikobakterinin tam müayinəsi zontsuz üsulla, ura test vasitəsilə, nəfəs testi vasitəsilə çox rahatlıqla Almaniya istehsalı olan həmin aparat vasitəsilə biz onu rahatlıqla təyin eləyə bilirik. Bəzən xəstələr endoskopik müayinəyə, zontlamaya getməyə çəkinirlər, istəmirlər. Əlbəttə, zontla o helikobakterini dəqiq götürmək, o pliar hissədən götürülürsə, xəstə mədəsindən şikayəti varsa, mütləq onu dəqiq yoxlamaq üçün helikobakterinin də müayinəsi lazımdır. Və bu test üsulu da klinikamızda çox rahatlıqla aparılır və çox dəqiq, deyərdim ki, diaqnozla bu aparılır. Həzm sistemi orqanlarında, məsələn, bəzən görürsünüz ki, qaraciyər, öd, mədə, bağırsaq xəstələri uzun müddət müəyyən müalicələr alır, amma aldıqları müalicənin təsirindən belə düşünmürlər. Çünki qaraciyərin funksiyası pozulan zaman, mədə-bağırsağın funksiyası pozulan zaman xəstələr dəqiq müayinə olunmadan müəyyən sakitləşdiricilərə üst tuturlar, ağrı kəsicilərə üst tuturlar. Əgər bir xəstədə uzun müddət qəbizlik davam edirsə, qəbizlik ishalla əvəz olunursa, burada mütləq parazitlərin də yoxlanması mütləq şərtdir. Əgər həzm prosesində problem varsa, blastosisti, ləmblia ibtidailərə aid olan bu parazit növləri də təbii ki, həzmin pozulmasına gətirib çıxarır ki, bu da nazik bağırsağın iltihabına gətirib çıxarır və get-gedə xəstədə daha ağır formada ishala meyillilik yaranır, bəzən həddindən artıq qəbizliyə meyillilik yaranır. Buna görə də düzgün müayinə metodu seçilməlidir və düzgün müayinə, dəqiq diaqnozdan sonra xəstə müalicə almalıdır. Məsələn, çox xəstələr gəlir dizbakteriozla. Dizbakterioz bizdə çox rahatlıqla müalicə olunur. Dizbakteriozun müalicəsi nədir? Dizbakteriozun müalicəsində adətən biz
nəcis əkilməsi veririk. Nəcisin əkilməsindən sonra əgər təsdiq olunarsa ki, dizbakteriozu və ya hər hansı bir kolidir, bakteriyadır, göbələkdir, nəsə başqa bir hansısa bakteriya çıxarsa, infeksiya çıxarsa, mütləq onu müalicə edərək aradan qaldırmaq lazımdır. Bəzən xəstələrdə uzun müddət qəbizlik olur və onlar işlədicilərdən istifadə edirlər və bir müddətdən sonra o işlədicilər də onlara kömək eləmir. Və allergik həssaslığın artması, bayaq fikrimi tamamlamadım, yaşlı nəsil arasında daha çox görürsən ki, tutma şəkilli gecələr qaşınmalar olur, qəbizlik olur, köp olur, gəyirmə olur, ürəkbulanma olur. Bəzən xəstələrdə, belə xəstələrdə parazit də ola bilir və bunlar düzgün müayinə olunub, dəqiq diaqnoz qoyulduqdan sonra o müalicə aparılanda daha effektiv nəticə olur. Biz yaşlı nəslə böyük, həmişə deyirəm buradan, yenə deyirəm, mənim yaşlı nəslə xüsusi diqqətim var, köməyim var. Ona görə də mən buradan yenə səslənirəm. Şəkərli diabet xəstələri, stop diabet çayını çox razı qalan xəstələrimiz var, gəldilər, alırlar. Stop diabet çayını ala bilərlər. Bronx əleyhinə olan çayları ala bilərlər. Bir də ən çox qeyd elədiyimiz böyrək çay və kapsulunu. Bunlar ödənişsiz Nərgiz klinikasından bu ayın sonuna qədər, Ramazan ayı olduğu üçün mən bu aksiyanı buradan səsləndirirəm ki, hər kəs gəlib bronx çayı, bronx öskürəyi olan, bəlğəmi olan insanlar bronx çaylarımızdan istifadə edə bilərlər. Şəkərli diabeti olan xəstələr o çaylardan istifadə edə bilərlər və həmçinin də böyrək çaylarını ala bilərlər. Tam ödənişsizdir. Bunlar tam ödənişsizdir. Mən ən çox buradan həmişə səslənirəm və yenə deyirəm, yaşlı nəsil mənim həmişə diqqətimdə olub, onlara xüsusi diqqətim, hörmətim olub. İstənilən vaxtı gəlib, yaxınlaşıb o çayları, onları ala bilərlər. Çünki nəyə görə mən açıq deyim buradan, yaşlı nəsil ən çox oğul qız əlinə baxır. Bəli. Kimdənsə asılı olur, pensiya alır. Onlar həmişə qayğıya, diqqətə ehtiyacları var. Onlar gəldiyində mən həmişə onlara bacardığım qədər lazımı köməkliyi göstərməyə çalışıram ki, qoy onlar həmişə məmnun qalsınlar. Bəli. Bu Ramazan ayında da mən onlara can sağlığı arzulayıram və o çayları hər biri gəlib ödənişsiz, Nərgiz klinikasından əldə edə bilərlər. Nərgiz klinikasından əldə edə bilərlər. Biz bölgələrə gələn zamanda, indi ayın 10-unda biz gedirik, orada həmin çayları istənilən hər kəs gəlib ala bilər. Nəzərinizə çatdırım əzizləyicilər, Nərgiz klinikasının həkim kollektivi aprel ayının 10-u tarixində Gəncə şəhəri Logos Psixoloji Mərkəzdə nevropatoloq, kosmetoloq və tibb elmlər doktoru Məlahət Qəhrəmanova öd, qaraciyər, mədə, bağırsaq, parazitar, dəri və saç xəstəliklərinin müayinə və müalicəsini həyata keçirəcək. Gəncə və Gəncə ətrafında yaşayan hər kəs müraciət edə bilər. Yazılmaq üçün 070 226 46 48 022 267 07 07 051 388 70 70 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Öncədən yazılmaq mütləqdir. Hər birinizə şəfa arzulayıram. Doktor, davam edək. Doktor, mədə turşuluğu olan insanlar nəyə diqqət etməlidirlər? Ümumiyyətlə, bu nədən yaranır? Baxın, və fəsadları nələr olur, doktor? Qida rasionu, bayaq qeyd etdiyimiz kimi qızartı ola bilir, səpki ola bilir. Bəzən uzun müddət qida rasionunun normal olmaması, təbii ki, müəyyən viruslardan, bakteriyalardan, infeksiyalardan sonra yaranan problemlər də ola bilir və burada dəqiq diaqnoz endoskopik müayinədir. Rentgen müayinəsi də aparılır, amma rentgendən çox ən dəqiq aparılan müayinə mütləq endoskopik müayinədir. Endoskopik bizdə Olympus aparatıdır, Yaponiya istehsalı olan ən müasir Olympus aparatı vasitəsilə endoskopik müayinə aparılır və dəqiq təyin olunduqdan sonraki diaqnozun dudinit ola bilir, reflüks ola bilir. Məsələn, bəzən belə xəstələrdə uzun müddət bulbit olur və ödün qaraciyərin funksiyası pozulduqda, mədə, bağırsaq, sinir sistemi gərginlik olduqda bu xəstəliklərin daha qabarıq olması mümkündür. Amma bəzən xəstələr uzun müddət müalicəyə məruz qalır, alır, amma profilaktika üçün
yenə deyirəm, profilaktik müalicələr aparılmır. Qida rasionu, bugün istifadə olunan yağların, yediyimiz qidaların çox önəmi var. Bəzən xəstələrdə elə yağlardan istifadə edirlər. Bilirik ki, palma yağlardır, müəyyən, məsələn, bu margarin deyirlər, bəzi yağlar var ki, o yağların özü də mədə bağırsaqda çox böyük fəsadlar yaradır və orqanizmin normal qida rasionunun olmaması təbii ki, bir çox xəstəliklərin yaranmasına gətirib çıxara bilər və biz çalışırıq ki, müalicə müddətində qida rasionu daha önəmlidir. Və həzm sistemi orqanlarda bilirsiniz ki, bugün qastritlər daha çox yaygındır. Qastritlər ən çox yeniyetmələr arasında, hətta uşaqlar arasında da deyərdim ki, bəli, tələbələrdə. Bu da təbii ki, keyfiyyətsiz qida, düzgün qidalanmama, rejimin olmaması bunlar. Məsələn, bayaqları biz qeyd elədik ki, məsələn, oruçluq ayıdır, həmçinin də Novruz bayramı idi. Məsələn, bu ərəfədə görürsən, bəzi insanlar var ki, həddindən artıq əgər çox şirniyyat yeyərsə, şirin qidalardan sonra orqanizmdə müəyyən mədədə yanğılar yarana bilir. Acı istiyotlu şeyləri aşırı yedikdə, uşaqlar arasında ən çox bu qazlı suların içilməsi, dəmir bankalarda bu suların içilməsi, məsələn, dururlar səhər-səhər soyuq su, adətən qastritlər soyuq dəymədən yaranır da. Həddindən artıq soyuq suları qəbul eləmək, düzgün, məsələn, qış aylarıdır. Qışın qış geyimi olmalıdır. Qışın, məsələn, qida rasionu da fərqli olmalıdır. Biz bunlara riayət eləmiriksə, vaxtı-vaxtında düzgün rejim yoxdursa, təbii ki, o qastritlər yaranacaq, o problemlər yaranacaq və bu xəstələrdə də həmin fəsadlar daha çox qabarıq özünü göstərəcək. Qəbizliyə mən niyə görə çox vurğuluyuram? Çünki həm yaşlı nəsil arasında, həm də uşaqlar arasında bu çox yaygındır. Və qastritlər də bugün çoxdur. Uşaqların əksəriyyəti gəlir, sancı, köp, qəbizlik. Düzdür, burada parazitlərin də rolu qaçılmazdır. Mən keçən dəfə də dedim, həkimlərimiz bugün qurd xəstəliklər dedikdə, saç xəstəliklər dedikdə, yəni deyirlər ki, gedin Nərgiz klinikasına. Nərgiz klinikasında aparılan bu müalicələr tam təbiidir. Heç bir kimyəvi qatqıdan istifadə olunmur. İstər qaraciyərin ödüm funksiyasının pozulması, istər mədə bağırsağın, həzm sistemi. Vitamin balansı normal deyilsə, immun sistemi normal deyilsə, nə saçın müalicəsində, nə dərinin müalicəsində, ya həzm sisteminin, mədə bağırsağın müalicəsində üstələn effekt ala bilməz. Doktor, qidalardan hansı parazitlər meydana gəlir? Necə? Qidalardan hansı parazit növləri meydana gəlir? Qidalar təmiz yuyulmamış qidadan əmələ gələ bilər. Heç bir qida... Çünki keçən dəfə bir izləyicimiz verilişdən sonra mənə bir sual ünvanladı ki, hər gün sushi yeyirəm mən, çox belə sevirəm, ondan qurd yarana bilərmi mən? Bəli, yarana bilər. Sushidir, çiğ kapitit olunmuş balıqlardır. Məsələn, onlar normal olmadıqda, normal, yəni onların saxlanmadır, pişmə qaydasıdır, təbii ki, yarana bilər. Çiğ ətdən necə öküz soliteri yaranır? Çiğ ət yiyən insanlarında, çox insanlarda öküz soliteri yarana bilər. Bu lent şəkilli qurdların yaranmasına yol aça bilər. Amma təmiz bişməmiş qidada. Amma yəni sırf deyə bilmərik ki, mal əti yarat. Amma normal pişirsə mal ətindən qurd yarana bilməz. Yox, bişməmiş məhsuldan əmələ gələ bilər. Balıqlar da onu kimi. Çiğ balıqlar. Çiğ balıqların da yeyilməsində, bəli, ən çox da toksikar qurdunun əmələ gəlməsi, trixanellanın əmələ gəlməsində balıq məhsullarının, dəfələrlə demişəm ki, Rusiyadan gələn xəstələrin əksəriyyətində biz çox rast gəlirik toksikar qurduna, trixanelladır. Bu qurd növləri ki, təbii ki, ən çox balıq məhsullarından, çiğ, bişməmiş məhsullardan daha çox əmələ gələ bilər. Məsələn, it, pişik saxlayan insanlarda ən çox exnokokka rast gəlmək olar.
Məsələn, qida rasionu istifadə elədiyimiz ən çox, məsələn, uşaqlar, bəzi ailələr var ki, semişka deyək də, tum deyəndə bəzən biraz şey olur. Axşam olanda yığışırlar, o semişka çox istifadə edirlər. Ya məsələn, müəyyən vərdişlər var ki, məsələn, göyərtidir, meyvədir, tərəvəzdir. Məsələn, çi yuyulmamış götürüb yeyirlər. Bunların hamısı parazit yarada bilər. Həmçinin də dediyim kimi çi qidalar, normal yuyulmamış məhsullar, tumdan da parazit yaranır. Gigiyenik qaydalara nəzarət olunmadıqda, bəli, təbii ki, parazit yarana bilər. Doktor, bayaq qeyd elədiniz, mədə problemindən danışdı. Ümumiyyətlə, mədə yuyulması haqqında bizim izləyicilərimizə hər zaman bu maraqlı olub. Çoxlu sayda suallar gəlir ki, mədə yuyulması prosesi nə olur və onun nəticəsi nə olur? Baxın, mədə yuyulma o halda olur ki, bu zəhərlənmələr halında mədə yuyulur. Bağırsağın yuyulması başqa bir şeydir. Ödün yuyulması bir başqa bir şeydir, mədənin yuyulması başqa bir şeydir. Bunlar fərqli bir şeylərdir. Əgər zəhərlənmə varsa, təbii ki, mədənin yuyulması, bağırsaqların yuyulması mütləq şərtdir. Bəzi xəstələr var ki, deyir ki, ödüm daşdı, məndə zəhərlənmə oldu, səhər durur öyümə, qusma ilə və ödü yumaq əvəzinə o mədə yumağı tövsiyə olunur. Mədə yuyula bilər. Mədə zəhərlənmələr olduqda, düzgün qida rasionu olunur, nədənsə həddindən artıq narahat olduqda o mədə yuyula bilir. Bizdə zontlama üsulundan bunlar yuyulur, hər kəs, hər yerdə var. Yəni onu tövsiyə edirsiniz, bir çox pasiyentlər, xəstələr maraqlı. Əgər təsadüfi hal olursa, xəstə çox narahatsa, içdiyi hər hansı bir həbdən də ola bilər, tabletkanı içib, onda allergik həssaslıq var. Təbii ki, burada bağırsaqların mədənin yuyulması mütləq şərtdir. Burada o toksik təsiri götürmək üçün mədədə olan o qalığı götürmək lazımdır. Amma bağırsaqların yuyulması, parazitlərin müalicəsindən sonra qəbizlik uzun müddət olan xəstələrdə istifadə eləmək olar. Amma ödün yuyulma proseduru tam fərqli bir şeydir. Ödün yuyulma proseduru öd möhtəviyyatının xarici olması, məsələn, bizdə yuyulan prosedurdan gedir söhbət. Sovetlər devrindən qalma zontlama üsulu var. Zontla ödlüyə girilir, öddən möhtəviyyat götürülür, bu öd yuyulma sayılmır. Nəyə görə? Çünki oradan tək möhtəviyyat ödlükdən götürüldü, bununla bitdi. Amma ödün yuyulma proseduru bizdə aparılan zaman biz mütləq qaraciyərin təmizlənməsi, mədənin təmizlənməsi, qurdun təmizlənməsi, burada olan bütün şlakların orqanizmdən xaric olması təmin olunur ki, bu da ödün yuyulma prosedurundan sonra aparılan demək olar ki, müalicələrdir ki, orqanizmin tam sağlamlaşmasına gətirib çıxara bilir. Bu da tam ağrısız olur yəni. Zontsuz üsulla olur, xüsusi çaylarımız var, öd qovucu var, silik qovucu var. Məsələn, bu çaylarla vasitəsilə bütün orqanizmdə olan toksik maddələri təmizləyə bilirik. Doktor, fitoterapiyada həzm sistemi problemlərinin müalicəsi necə aparılır, xəstəliklərin müalicəsi? Baxın, fitoterapiya o qədər geniş sahədir ki, burada təbii üsullarla, bitkilərlə müalicə aparılır. Heç bir kimyəvi qatqıdan istifadə olunmur. Və Nərgiz klinikasında aparılan bu prosedurlar tam patentləşmiş və Səhiyyə Nazirliyi tərəfindən təsdiq
Yəni belə tibbdə də ən çox istifadə olunan qaraciyər dərmanlarının tərkibində olan alaqanqaldır. İstifadəsi necə olur Alaqanqalın doktor? toxumu, fərqləri, tərkibləri dəyişə bilir. Və Sovetlər dövründə uzun ən gözəl keyfiyyəti olan Abşeronda bitən aloe bitkisi olub. Bunu mən bu elmi sübutla orqanizmdə hər hansı bir xəstəlik olur olsun, ilk öncə orada orqanizmin uşaqlarımız bugün yedikləri qidalara baxın. Valideynlər o qidaya baxsın. O uşağın qaraciyər nə olacaq böyüyəndə? Onun həzm sistemi nə olacaq? Keyfiyyət
Qəribədir ki, əvvəllər yenə deyirdi, nöbət çəkdi, nə bilim, başına nə çəkdi. Antibiotiklər kömək də eləmir. Kömək etmir, bəli, doğru deyirsiniz, doktor. Vaxtımız yekunlaşdı, doğrudan da çox maraqlı müzakirəmiz oldu sayənizdə, doktor. Minnətdaram sizə hər zamanki kimi. Sonda proqramımızın sponsorunu sizə təqdim etmək istəyirəm. Proqramımızın sponsoru Karega brendidir. Karega ekstra güc məhsullarının yeni premium xəttini təqdim edir. Protezlərə qulluq üçün vacib məhsul.